Bunların hər birini bir kənara qoyun. Bizim bugün səhnədə olmağımız, bugün populyarlığımız, bugün yaxşı və ya pis mənada danışılan, deyilən hər bir şeyin arxasında hər kəsin şəxsi mənafeyi və öncə ailədən aldığı tərbiyə, sonra isə müəllimlərindən, ustadlarından alıb götürdüyü pay durur ki, biz bugün müəllimlərin sayəsində övladlarımızdan çox şey tələb edirik. Yaxşı oxu, əziyyətimi itirmə, sənin üçün çalışıram, sənin üçün istəyirəm. Və bunun arxasındakı böyük qüvvə, böyük güc müəllimlik gücüdür. Var olun Pərvanə müəllimə. Mənim övladım Ankara liseyində oxumur, amma hərlənib, fırlanıb, dolanıb gəldim, yolum oradan keçdi. Mən ona görə də burada əyləşən bütün müəllimlər üçün gözəl bir alqış istəyəcəm sizdən. Bu müəllimləri alqışlayaq, amma hər kəs həyatdakı öz müəlliminə göndərsin bu alqışı. Rica edirəm sizdən. Çünki müəllimlər